Belə uşaqlar, başlayaq dərsimizə. Deməli, bugünkü dərsimiz sizlə üçbucaqlar mövzusu olacaq. Ümumiyyətlə, üçbucaqlardan bütün düsturları, bütün qaydaları deyəcəyik sizə. Ekranı görürsünüz? Bəli. Görməklə bağlı, ekranla bağlı problem olan kimi mənə deyin. Hamı görür ekranı. Aha, başlayaq. Deməli, üçbucaq. Üçbucaq nədir? Qısa düsturunu deyəcəm sizə, qaydasını deyəcəm sizə. Üç tərəfin cüt-cüt birləşməsinə üçbucaq deyilir. Yazacaqsınız. Üç tərəfin cüt-cüt birləşməsinə üçbucaq deyilir. Hamı qeyd eləsin. Nicat, sən də qeyd elə. Yəni, bunun üçbucaqda bucaqlar necədir, xarici bucaqlar nədir, daxili bucaqlar nədir, bunları deyə və isbatlarını eləyəsiniz üçün. Nə üçün? Bunları deyə cəmi 180 dərəcəyə bərabərdir. Belə bir qayda bilirdinizsə, siz üçbucaqda daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Mənim səsimi öz səsinizi bağlayın, mənə qayıdın. Deməli, üçbucaqda daxili bucaqlar deyəndə nəyi nəzərdə tuturuq? Yəni, daxili bucaqların cəmi qaydası hardan çıxır? Baxın, belə. Fərz edin ki, belə bir şey var. Üçbucağın üstündən xətt çəkilib. Yəni, bunu bilirsiniz də, iki paralel düz xətt. Bu, sizə məlumdur bu qayda. Həndəsənin əsas anlayışlarından. Burada biz bu bucağı alfa, bunu beta, bunu gamma kimi işarə eləsək və bilərik ki, baxın, iki paralel düz xətt üçüncü ilə kəsişir. Bu zaman nə edirdi? Bu zaman çarpaz bucaqlar nə idi, Amin? Çarpaz bucaqlar hansılarını deyirsiniz? Onları bir dənə şey eləyin. Deyin. Sən özün bilməlisən də burada çarpazlar hansıdır. Bax, gamma bucağı ilə... Bir dəqiqə. Çarpaz bucaqlar bir-birinə bərabərdir onlar da. Gamma bucağı ilə... Amin, sənin telefonda problemi var. Mənim səsim qayıdır. Amin, sənin telefonda problemi var. Mənim səsim qayıdır. Səsi al. Deməli, iki paralel düz xətt üçüncü ilə kəsişəndə çarpaz bucaqlar deyildik ki, bərabərdir. Ona görə üçbucaqlarda da əgər bu hissə və bu hissə qammadırsa, bu bucaq da olacaq qamma bucağı. Çünki çarpazdır da. Bu qamma bucağı ilə bu bucaq çarpazdır. Çarpaz bucaq olduğuna görə deyəcək ki, çarpaz bucaqlar bərabərdir. Sonra baxırıq ki, bu alfa da bu bucağa çarpazdır, düzdür? Deməli, burada alfa olacaq. Və normalda, uşaqlar, normalda biz bu bucağı, baxın, bu bucağı neçə dərəcəli bucaq deyəcəyik biz buna? Deyəcəyik ki, açıq bucaqdır, düzdür? Və bura açıq bucaqdır. Deyəcəyik ki, açıq bucaqdır, düzdür? Və bura açıq bucaqdır. Açıq bucaq... Alfa üzərinə gəl beta, üzərinə gəl gamma. Bərabərdir 180 dərəcə. Bunu bilirik, çünki açıq bucağın qaydasıdır. Açıq bucağın dərəcə ölçüsü 180 dərəcəyə bərabərdir. Yaxşı, bəs üçbucağın daxili bucaqları biz artıq gördük ki, bu hissə alfa olduğuna görə, burada çarpaz olduğuna görə buna da alfa dedik biz. Və məlum oldu ki, bu rəngi biraz tündləşdirim. Məlum oldu ki,
çarpaz bucaqların bərabər olması qaydasından baxırıq ki, üçbucağın da daxili bucaqları, yəni beta, qamma, alfa bucaqları cəmi 180 dərəcəyə bərabərdir. Üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olmasını isbat elədik. Nə üçün belə olur? Yaxşı, bunu tez yazın, keçək növbətiyə. Keçirin növbəti sual qaydaya. Üçbucaqda xarici bucaq. Biz qayda Xarici bucaq. üçbucağın Biz xarici bucağı. qayda olaraq demişdik ki, üçbucağın xarici bucağı. Amma səsini alın. Üçbucağın xarici bucağı yazıram. Üçbucağın xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Üçbucağın xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni, nə demək istəyir? Baxaq. Deməli, bu üçbucağın xarici bucağıdır. Keçəcək. Üçbucağın xarici bucağını biz qamma ştrixlə qeyd edək və daxili bucaqlarını beta, alfa, qamma bucaqları kimi qeyd eləsək, biz buradan görürük ki, üçbucağın xarici bucağı qamma ştrixdir və o qaydadan dedik ki, özünə qonşu olmayan. Baxın, özünə qonşu olan bucaq bir dənə qamma bucağıdır. Baxın, bu bucaqdır. Özünə qonşu olmayan daxili bucaqlar isə beta ilə alfadır. Deməli, qamma ştrix bərabərdir. Alfa üzərinə gəl, beta bucağı. Yəni, xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Üçbucaqda uşaqlar, xassələr var ki, böyük tərəf qarşısına böyük bucaq durur, kiçik tərəf qarşısına kiçik bucaq durur. Bunu da elə cümlə kimi yazıram, siz qeyd eləyin. Üçbucaqda böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq dayanır. Yəni, biz hər hansı bir üçbucaq çəksək, məsələn, belə eləməyib, bunu biraz yaxşı çəkək. Tutaq ki, bu üçbucaqda qamma bucağı, alfa bucağı, beta bucağı var. Əgər, yazıram, əgər bunu alfa eləyək, bunu qamma eləyək, bunu beta eləyək. Əgər alfa bucağı böyükdür alfa böyükdür beta böyükdür qamma olarsa, onda nə olacaq Nicat?
Nicat eşidirsən? Bəli. Əgər alfa betadan böyükdür, beta da qammadan böyükdürsə, tərəfləri necə müqayisə edəcəyik biz? Böyükdürsə, tərəfləri necə müqayisə edəcəyik biz? Amma səsə al. Bilmirəm. Dedik ki, üçbucaqda böyük tərəf qarşısına böyük bucaq, kiçik tərəf qarşısına kiçik bucaq dayanır. Amma bilirəm cavab verərsən, amma telefonda problem var, ona görə istəmirəm səsi açasan. Onda deyəcəyik ki, A bucağı, A tərəfi böyükdür B-dən, o da böyükdür C-dən. Nəyə görə? Əgər ən böyük bucağımız alfa bucağıdırsa, deməli ən böyük tərəfimiz də elə alfanın qarşısında duran tərəf olacaq da, Nicat. Başa düşdün? Çünki burada deyir ki, böyük tərəf qarşısında böyük bucaq durur. Biz bucaqları müqayisə edəndə dedik ki, əgər alfa bucağı bütün bucaqlardan böyükdürsə, onda alfanın qarşısında duran tərəf, yəni A tərəfi də bütün tərəflərdən böyük olacaq. Bunu skrin eləyin uşaqlar, qoy vaxtımız getməsin. Çünki deyiləcək o qədər qaydalar var. Sonra yazarsınız. Növbəti üçbucaqda bərabərsizlik qaydası. Üçbucaq bərabərsizliyi. Aha. Yazaq. Bərabərsizlik. Fərz edin ki, belə bir üçbucağımız var və tərəfləri A, C, B-dir. Biz B tərəfini tapmaq üçün, əgər iki tərəf verilibsə, üçbucaqda qayda var idi. İki tərəf verilirsə, üçüncü tərəfi necə tapırdıq? Yəni, aynen C tutaq ki, verilib. Yazıram, A, C verilib. B-nin ala biləcəyi qiymətləri istəyir. Bu zaman deyəcəyik ki, B tərəfi qalan iki tərəfin cəmindən kiçikdir. Yəni, aynen C-nin cəmindən kiçikdir. Fərqinin modulundan böyükdür. A minus C-nin modulundan böyükdür. Nəyə görə modul yazırıq? Çünki tərəf heç vaxt mənfi ola bilməz. Uzunluq mənfi ola bilməz. Məsələn, buna aid bir nümunə deyim sizə. Tutaq ki, belə bir üçbucaq verilib. Üçbucağın tərəfləri biri x-dir, digəri 5-dir, digəri 7-dir. Özünüz bunu tapın. X-in ala biləcəyi qiymətləri, ən böyük və ən kiçik qiymətləri tapın. 1 dəqiqə vaxtınız var. Tapın, soruşacağım sizdən. Tapdım müəllimə. Aha, neçə tapdınız? 3-dən 11. Ən kiçik tərəfi 3 ola bilər, böyük tərəf 11 ola bilər. Yəni, böyük qiyməti daha doğrusu. Nicat, sən? 3-dən 11. Necə hesabladın, Nicat?
7-dən 5 çıxdım 2 qaldı. Aha. 7 üstü 5 13'dür. Ən kiçik yəni 5 gəndə 11 ilə 12 edir. 3 götürür. Yəni x kiçikdir 5 ilə 7-nin cəmindən, böyükdür onların fərqinin modulundan. Oldu 2 ilə 12 arasında bir qiymət, düzdür? Biz dedik ki, bunun Evet. ən böyük qiyməti ola bilər 11, ən kiçik qiyməti olar 3. Nə oldu? Dərsdəyəm. Aha. Yazın bunu. Yazmışsa silim qoy. Silirəm uşaqlar. Uşaqlar bir dəqiqə gözləyin. Nə olub? Necə bilmirsən nə olub? Qaşıyanda belə olmur axı. Deməli, milçək yemişdi, sən də bura nasıl batırdın? Elə oldu. Düzünü deyirəm mənə. Ağrıtmaz axı bu. Bura nə var ki? Siz mənim başıma bir oyun atacaqsınız axı. Harada evinizə? Elə milçək yeyib də. Əsəbləşdim, uçqanı batırdım ki, ağrıtmaz, daşımaz. Düzünü deyirəm də, bir dəqiqə məni incitmə də. Niyə mənə yalansa bir dəfə oldu? Denəm ki, uçqanı batırdım. Mən görürəm axı, uçqa batıran yedim. Görürəm axı mən. Mən dərsdən çıxdım, sakit oldu, hə? Başına da milçək yiyib, sən qəribə uşaqsan, hə? Milçək yiyib, nə varım daxıl? Aha, uşaqlar. İndi belə bir sual var. Əvvəlcə sualı verim sizə, bilməsəz onun qaydasını izah eləyəcəm. Yəni siz burada ikinizdə də yəqin ki, indiyə qədər siz üstbucağı dəfələrlə keçmisiniz də başqa dərslərdə, düzdür? Olub elə, Bəli. Nicat? Bəli. Baxaq görək, yadınızda bir şey qalıb yoxsa yox. Sual belədir ki, alfa əgər 90 dərəcədən kiçikdirsə, seni tap. Necə idi qayda? Mən 90 dərəcədirsə, bu iti bucaqlıdır. Burada məsələn bizdən istənilən tərəf o birisi iki tərəfin fərqinin modulundan böyük, kök altında kvadratları cəmində kiçikdir. Amin, yəqin ki, qayda kitabını qoymamısan qabağına. Xeyr müəllimə. Deməli, alfa 90 dərəcədən kiçikdirsə, onda biz deyəcəyik ki, S kiçikdir onların kvadratları cəmindən, yəni A kvadratı üstə gəl B kvadratından, böyükdür onların modulda fərqinin modulundan, yəni A minus B-nin modulundan. İndi belə bir sual verirəm sizə. Mənə deyir ki, bura alfadır. Bir dəqiqə. Alfadır. 8-dir, 6-dır, x-dir. X nəyə bərabər olacaq? Əgər alfa 90-dan kiçikdirsə. Nicat, sən denən. Amin dedi qaydanı. Sən indi tətbiq elə burada. X nə olacaq? 1 ilə 10. Denən.
Bəyən. 1 ilə 10. Səs niyə belə gedir? Səs niyə belə gedir? Kök altında 6-nın kvadratı üzərinə gəl 8-in kvadratı və böyük olacaq onların fərqinin modulundan. Yəni 2 ilə 10 arasında olacaq. Skrin edin. Vaxtımız yoxdur. Skrin edin. Vaxtımız Mənə bu yoxdur. düsturun isbatını verə bilərsiniz. Düsturun isbatı bilirsiniz hardan gəlir? Verim də. Bunu silim. Düsturun isbatı Pifaqor teoremindən gəlir. Bax, vaxtımız çox getməsin, tez-tez deyəcəm. Tutaq ki, bizim düzbucaqlı üçbucaqda necə idi qayda? Məsələn, bu bizim düzbucaqdır. Bu səs nədir belə? Tutaq ki, bu düzbucaq təpəsidir. Burada A-dır, burada B-dir. Buranı C götürsək. Normalda bizdə alfa 90 dərəcəyə bərabər olanda nə yazırdıq? Deyirdik ki, C bərabərdir kök altı A kvadratı plus B kvadratı. Düzdür? Belə olmur. Bəli. Bərabərdir kategorizm bərabər cəminə. Amma bu zaman X, bax belə bir xətt çəkərəm, bunu X eləyəcəm. Buranı X götürəcəm. Bu zaman X kiçikdir C olur da, məlum məsələdir. Əgər biz bucaq qaydasında nə dedik? Böyük tərəf qarşısında böyük bucaq durur, kiçik tərəf qarşısında kiçik bucaq durur. İndi mənim bucağım 90 dərəcə idi, qarşısında duran tərəf C idi. Mən bu bucağı müəyyən hissəsini götürdüm. 90 dərəcədən kiçik olduğuna görə, deməli, həmin bu bucağın, tutaq ki, bu alfadırsa, alfa eləməyək, beta bucağıdırsa, bu beta bucağın qarşısında duran X oldu da. Sizcə X C-dən kiçik olar, yoxsa C X-dən kiçik olacaq? X C-dən kiçik olar da. X C-dən kiçik olar. Düzdür? Deməli, X C-dən kiçikdirsə, onda X həm də kiçik olacaq C-nin öz qiymətindən. A kvadratı plus B kvadratından. Belə olmur? Bəli. İndi başa düşdünüz bu düstur hardan gəldi? O modulda fərqləri var. O hardan gəlir? Modul elə O bərabərsizlikdə var. Onların fərqinin modulundan böyükdür həmişə. Bəli. Bu hissəsi, bunun bu hissəsi düsturun, bax buradan gəldi, çıxdı. Keçək növbəti. İndi bax, bunu dediyimə görə siz artıq o birini bilərsiniz, o hardan gələcək, onu necə yazarıq. Bunu mən silirəm, kör bucaqlar üçün deyəcəm indi sizə. Kör bucaq üçün. Buranı alfa qəbul edirik yenə, C götürək, A, B. Əgər alfa kör bucaqdırsa, yəni 90 dərəcədən böyükdürsə, C-ni tapaq. C-nin qaydası necə olur? Normalda, yenə biz bayaqları dedik sizə, isbatını indi deməyəcəm, istəsəz deyəcəm. Bu zaman qayda olaraq deyəcəyik ki, X onların cəmindən kiçikdir. Amma kvadratları cəmindən, kök altında A kvadratı plus B kvadratından isə böyük olacaq. Kör bucaqlar üçün. İndi sual versəz ki, müəllimə necə onu eləyirik? Onu da izah eləyə bilərəm. Bəli, mən bunu da isbatını eləyərdiniz də. Bunun isbatı necə olur? Bax, məsələn, belə bir yenə də üç bucaqdır. Düz bucaq qarşısı, təpə bucağını düz bucaq eləyəcəm. Təpə bucağını düz bucaq eləsəm, eyni qayda olaraq yenə buradan bir xətt çəksəm, bu zaman nə olacaq? Daha doğrusu bir dəqiqə bunu mən səhv elədim. Tutaq ki, mənim bu düzbucaq təpəm budur. Belə götürəyim də elə bundan. Biz o düzbucaq təpəsindən xaricdə çəkərik də xətti. Qoy bir dənə. Bax, indi xaricə çəkəcəm bunu.
Xaricə çəkmək üçün məcburam ki, mən bunu uzadım da. Çünki mənim bucağım böyəlir axı 90 dərəcədən böyük olur. 90 dərəcədən böyük olanda artıq bu x-in qarşısında duran tərəf də, bu bucağın qarşısında duran tərəf də x olduğuna görə, burada da 90 dərəcənin qarşısında isə s dayanmışdı. İndi mən sual verirəm sizə, x böyükdür s-dən, yoxsa s böyükdür x-dən? X böyüdü s-dən. Bəli, ona görə x s-dən böyükdür ki, Bəli, ona görə x s-dən qarşısındakı böyükdür. duran bucaq s-nin qarşısında duran bucaqdan, yəni 90 dərəcədən böyük olur. Böyük olduğuna görə də x tərəfi s tərəfindən böyük olacaq. X böyükdür s olacaq. Deməli, x böyükdür s-dirsə, x-in böyük tərəfində bu dayanacaq. S-nin, Pisagor teoremində s-nin düsturu dayanacaq. Başa düşdünüz? O A plus işi var müəllimə, yəni belə deyək də, obisilərin cəmindən kiçik olması da o lap birinci dərvəsindən gəlir. Eyni qayda. Bəli, bəli. Aydın oldu hardan gəldi? Bəli. Silin bunu. Silə bilərsən. İti bucaqlı üst bucaqlar üçün bərabərsizlik düsturunu demişdik. Dedik də indi, düzdür. Ümumiyyətlə, elə bir üçbucaq götürək ki, bütün bucaqlar iti bucaq olar. Məsələn, belə bir şey deyirəm sizə. Alfa, beta, qama. A bucağı, A tərəfi, B tərəfi, S-ni də x götürək də, x tərəfi götürək. İti bucaqlı üçbucaqlılar üçün bərabərsizlik. Yenə yazıram başlığını. İti bucaqlı üçbucaqlar üçün bərabərsizlik qaydası. Yəni, demək istəyir ki, alfa, beta, qama hər üçü 90 dərəcədən kiçikdirsə, 90 dərəcədən kiçikdirsə, x nəyə bərabərdir? x olacaq. Səsi almışaqlar. A kvadratı üzərinə gəl, B kvadratı. Böyük olacaq onların kökün altında kvadratları fərqindən. Yazın bunu, tez keçək. Ona uyğun sual götürək. Bir də maraqlı sual vermək istəyirəm sizə. Bunu silirəm. Görün bunu necə yazırıq. Özüm izah eləyəcəm elə sizə. Mənə deyir ki, alfa 120 dərəcə ilə 90 dərəcə arasındadır. X-i tapaq. X-in tam qiymətlərini, belə yazaq. X-in tam qiymətlərini tapaq. Bunu necə taparıq? Uşaqlar, bilirik ki, alfa... Uşaqlar, bilirik ki... Necə? 10-dan 14. Yox. Alfa 90 dərəcə olsaydı, x-i necə tapardıq? Alfa 90 dərəcə olsaydı. X-i Pifagorla tapardıq da. Pifagor teoreminə görə kadetlərin kvadratı cəminə 6-nın kvadratı üstəgəl 8-in kvadratı. 6-nın kvadratı üstəgəl 8-in kvadratı. Bu olacaqdı. Səsi alın, zəhmət olmasa. Amma bizə deyir ki, x böyükdür s-dən. Yəni, nə demək istəyir? Demək istəyir ki, əgər bu düzbucaqlı üçbucaq olsaydı, bura 90 dərəcə olardı axı. Amma mənim alfam isə deyir 90-dan böyükdür, 120-dən kiçikdir.
Alfanın 90-dan böyük olduğuna görə alfanın qarşısında duran x tərəfi S tərəfindən də böyük olacaq. Başa düşdünüz? X S-dən böyük olduğu üçün də onda x böyükdür 10 yazarıq. Yəni, əgər x-im 90 dərəcə olsaydı qarşısına duran bucağı, x-im 10 olardı. Amma 90-dan böyük olduğuna görə demək ki, tərəf də ondan böyük olacaq. Çatdı sözüm sizə. Amma əgər kör bucağına görə alfa 120 dərəcə olsaydı, kör bucaq xassəsinə görə alfa 120 dərəcə olsaydı, kosinuslarla tapa bilərdik də biz buna. Kosinuslar teoremi bilirsiniz. Bəli. Kosinuslara görə biz deyəcəkdik ki, tərəfin kvadratı bərabərdir. Digər iki tərəfin kvadratları cəmi, yəni 6-nın kvadratı, üzərinə gəl 8-in kvadratı çıxılsın. Onların hasilinin 2 misli vurulsun kosinusa. Yəni 2 vurulsun, 6 vur 8 vurulsun kosinus 120. Burada olacaq 36, 64, 100, 148. X nəyə bərabər olacaq? Kökün altında 148. Kök altında 148-dən də təqribən çıxır 12 tam onda 2 götürək. 12 tam onda 2. İndi deməli mənim tərəfim nə oldu? Mənim tərəfim 11 ilə belə yazaq. 10 ilə elə bil 10-dan böyükdür. 12 tam onda 2-dən kiçikdir. Deməli, tam qiymətlər hansı oldu? 11 və 12. Aydın oldu? Müəllimə, biz burada niyə kör bucağın bərabərçisinə getmirik müəllimə? Nəyə görə ona getmirik? Elə onunla da eləyə Bəli. bilərdik. Elə onunla da eləyə bilərdik. Amma ən rahatı budur da. Onunla eləyəndə Onunla getsəydi, yox müəllimə, burada alfa lazımdır da. ya burada alfa kör bucaqdır da, yəni biz orada x-i tapa bilərik də rahatlıqla. X-i rahatlıqla necə taparsan? X-i rahatlıqla necə taparsan? O düz var. Tam qiymətini tapa bilmirik ya. Məsəl üçün o olardı ondan böyük, 14-dən kiçik. Yox. Yox. Kör bucaq demək başqadır. Kör bucaq demək başqadır. Konkret olaraq mənə deyir ki, bu 120 dərəcədən kiçikdir. Hə də bu şeydir də mənim kör bucaq sayılır. Bəlkə yox. Bəlkə 160 dərəcədir sənin o dediyin düsturdan. Yox müəllimə, kör bucaq burada axır alfa kör bucaq deyil. Nəyə görə deyirəm bunu? Bununla. Nəyə görə deyirəm bunu? Bununla gedir. Sən səsi al, mən bu izah Bəli. Sən səsi al, mən bu izah eləyim. Deməli, əgər kör bucaq xassəsi nə dedik? Dedik, düz bucaqdan böyük, açıq bucaqdan kiçik olan bucaqlar kör bucaqlar idi. 90-dan böyük olsun, 180-dən kiçik olsun. Yaxşı, mənə demir axı bu 180-dan kiçik kör bucaqdır deyil. Hə, bilirsən ki, bu kör bucaqdır. 90-dan böyükdür, 120-dən balacadır. Amma sənin dediyin o xassə var ha, kör bucaqlar üçün olan xassə. Ola bilsin ki, sənin dediyin o xassədə mən deyirəm ki, bucağın bəlkə 160 dərəcədir. Amma 160 dərəcədə deməli bucaq arta-arta tərəf də artır axı. Konkret olaraq sən onu hesablaya bilməzsən. Sən orada alarsan 14 tam nə qədər? O 14 tam nə qədər mən deyə bilmərəm 14-dür. Çünki bu 120 dərəcədən kiçik deyir. Sənə artıq limit qoyub ki, 120-ni aşmasın. Mən də deyirəm ki, maksimum 120 olsaydı nə olardı? Mən onu hesablayıram. Amma sənin dediyin düsturda o 130 da ola bilər, 135 də ola bilər, 140 da ola bilər. Başa düşdün indi? Bəli. Ona görə biz kosinuslarla getdik. Belə çıxır ki, müəllimə, bizə belə bir sual düşsə, biz o kör bucağın şeyinə gedə bilmərik. Konkret sənə desək ki, 120 dərəcə, məsələn, bucaqlar arası versə, sən onunla gedə bilməzsən. Amma sənə desə ki, kör bucaqdır, ağızda desə ki, kör bucaqdır, day deməsə neçə dərəcəli bucaqdır, hə, o bucu bayaqki qayda ilə getməlisən ona. Bildim müəllimə. Bu dediyim suallar tam birinci qrupluqdur da. Yəni çətinlərini deyirəm ki, başa düşəsiniz. Deyirəm ki, başa düşəsiniz. Bəli.
Üçbucaqda sahə Üçbucaqda və sahə və perimetr. Onu silirəm uşaqlar. Hele bunu özüm çəkim. Aha. Üçbucaqda sahə və perimetri biz necə taparıq? Daxilə çəkilmiş çevrə varsa, daxilə çəkilmiş çevrədə S sahə olacaq burada, P perimetr olacaq və bilirik ki, radiosu da məlum məsələdir ki, çevrənin radiosu onun diametrinin yarısına bərabərdir. Bunu belə götürək, bunu buradan R götürək. Bunu buradan birləşdirək qırmızı ilə, qırmızı eləməyək, bu rənglə birləşdirək. Yəqin ki, qayda kitablarında belə bir düstur, bəlkə qarşısına çıxsın kiminsə. Yəni, hər qayda kitabında hər şey yazılmır. Bu tənbölənlərdir, uşaqlar. Tənbölənlərdir. Nədən bilirəm? Deyəcəksiniz ki, bucağı yarıya böldüyünə görə biz buna tənbölən deyirik. Tənbölənlərin kəsişdiyi nöqtə. Yəni, nə demək istəyir? Daxilə çəkilmiş, bu düstur, daha doğrusu bu qayda odur ki, daxilə çəkilmiş çevrənin mərkəzi tənbölənlərin kəsişmə nöqtəsidir. Kəsişmə nöqtəsidir. Bunu yazın ya da silin bunu mən, siz skrin eləyin. Artıq biz neçənci qaydadayıq? 11-ci qayda da deyirəm sizə. 11-ci qaydada deyir, əgər üçbucağın daxilinə çevrə çəkilibsə, şəkli də çəkirəm siz üçün. Üçbucağın daxilinə çevrə çəkilibsə, bunları diqqətlə, bunları yadınızdan çıxartmayın. Bu qaydaları əzbərləmək lazımdır, mütləq. Bəzən elə sual çıxır qarşınıza, onu dolayı yolla tapa bilərsiniz, amma vaxt aparacaq. Konkret düsturu biləndə o heç sizin bir dəqiqənizi aparmayacaq. Bu zaman R bərabər olacaq kökün altında, əgər belə bir şəkil versə sizə uşaqlar, A vurulsun B vurulsun C bölünsün A plus B plus C. Buna deyəcək toxunanlara görə düstur. Git dərsi verin. Toxunanlara görə düstur. Yəni, bu toxunanlara görə siz üçün bu söz açar sözdür də, bununla bilərsiniz. Və bunlarla, bu hissələrlə bilərsiniz, bərabər paylayır. Xaricə çəkilmiş çevrənin haqqında biraz danışaq. Skrin eləyin. Xaricə çəkilmiş çevrə. Tutaq ki, belə bir xətdir. Bunun daxilində bir çevrə çəkirik. Üçbucaq çəkirik. Biraz səliqəsiz alındı, siz özünüz yaxşı çəkərsiniz. Bu mərkəzdir, çevrənin mərkəzidir. Və tərəfləri mən A, B, C kimi işarə edirəm. Deyəcək ki, xaricə çəkilmiş çevrənin mərkəzi
tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsidir. Yəni, nə demək istəyir? Tərəflərin orta perpendikulyarları. Yəni, bu tərəfin, A tərəfinin ortasından götürürük, B-nin ortasından götürürük, C-nin də ortasından götürürük və orta perpendikulyarları çəkəndə bilərik ki, perpendikulyar deyilsə, burada düz bucaq ayırır da bizə, 90 dərəcəli bucaq ayırır. R bərabərdir ABC bölünsün 4S. Yazın bunu da. Sinuslar və kosinuslar teoremi. Sinuslar və kosinuslar teoremi. Sinuslar teoremini bilirsən, Nicat? Xeyr. Sinuslar teoremini Amin bilirsən? Məsəl üçün üçbucaqda məsələn 3 dənə tərəf yoxdur müəllimə. Onların qarşısında qalan bucağı, onların nisbəti hamısı bir-birinə bərabər olur da. Yəni nə yazarıq burada? Məsəl üçün burada yazarıq. Məsəl üçün A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta, C bölünsün sinus gamma. Hə, sinus gamma. Aha. Aha. Ümumi olacaq 2R-ə. Yəni xaricə çəkilmiş çevrənin radiusunun 2 mislinə. Buna deyirik sinuslar teoremi. Amma kosinuslar teoremi bayaq dedim sizə. Kosinuslar teoremində iki tərəf və onlar arasındakı qalan bucaq verir. Və üçüncü tərəfi istəyirsə, deyəcək C kvadratı, üçüncü tərəfin kvadratı bərabərdir. Digər iki tərəfin kvadratları cəmi çıxılsın, 2 vurulsun, AB kosinus alfa. Bu olur kosinuslar teoremi. Bunu mən əzbər soruşacağım sizdən. Yoxsa mən yazacağım, hə, düz tura baxa-baxa məsələləri yazacağım, elə söhbət yoxdur. Bunu əzbər soruşacağım sizdən, özü görüntülü. Keçirin növbəti qaydaya. Müəllimə, burada sinuslar teoremində məsələn Keçirin növbəti qaydaya. müəllimə, onun 2R isbatı necə olur? Hər birinin indi isbatını desəm, amin. Bilirsən nə qədər qaydamız qalıb. Onu sonra məktəbdə deyərəm sənə. Çünki qaydamız çoxdur, həddindən artıq çoxdur. Çünki qaydamız çoxdur, həddindən artıq çoxdur. İsbatı niyə bu qədər sənə maraqlandırır ki, bayaqdan düsturların? Müəllimə, bu isbatı öyrənəndə var, müəllimə. Düsturu öyrənməyəndə düstur çıxartma olur. Sən niyə o düstur nə olan şeydir ki, onu əzbər bilməlisən sən. O adi bir şeydir o. A bölü sinus alfa bərabər B bölü sinus beta. Bunu da öyrənmək bilməsən. Yox, tək bu düstur deyil. Məsələn, 50 dənə düstur. Sonra 50-sini də isbatını bilsəm, öyrənməsəm də onları yaza bilərəm. Elə, öyrənib isbatını bilməmək olmur. Öyrənən kimi müəllimə isbat məncə daha qəşəngdir. Baxarıq buna da. Hələ 14-cü qaydada yox, bax nə qədər qaydamız qalıb. 14 idi deyəsən, hə? 13 dedim, 14-cü qaydadır deyəsən. Deməli, belə bir cümlə var ki, qayda var ki, xaricə çəkilmiş çevrənin mərkəzi iti bucaqlı üçbucaqda nə olacaq? Yazım qoy. Xaricə çəkilmiş çevrənin mərkəzi iti bucaqlı üçbucaqda daxildə yerləşir.
Kör bucaqlı üçbucaqda xaricdə yerləşir. Bəs deyəcəksiniz düz bucaqlıda necə yerləşir? Düz bucaqlı üçbucaqda isə hipotenuzun mərkəzində olacaq. Hipotenuzun mərkəzi. Bu bilirsiniz nədir? Elə cümlədən yəqin ki, başa düşərsiniz. Deyir, əgər üçbucaq iti bucaqlı üçbucaqdırsa, məsələn belə bir şeydirsə, deyir ki, xaricə çəkilmiş çevrənin mərkəzi iti bucaqlı üçbucaq olanda daxildə olur. Yəni mənə bunu demək istəyir. Bax, bunu demək istəyir ki, bunun mərkəzi harda olacaq? Daxildə olur da, düzdür? Bax, bu. Əgər kör bucaqlı üçbucaqdırsa, Əgər kör bucaqlı üçbucaq olanda xaricdə olacaq. Nə üçün olur elə? Biraz dəydi bir-birinə, aləm dəydi bir-birinə. Biraz dəydi bir-birinə, aləm dəydi bir-birinə. Nəysə, bunu özünüz bilirsiniz də dayı. Bir də şəkillərini çəkim. Kimin telefonudur? Mənim səsim təkrar mənə qayıdır. Tez silirəm bunu uşaqlar. Vaxtı az qalıb. Amma dərsimizi də tam qutara bilmirik. Bunun izahını verim, yoxsa verməyim? Nəyini müəllimə? İndi dediyim qaydanın izahını verim. Yoxsa verməyim. Bir də o kör bucaq dedizə xaricindən düşür, çevrənin mərkəzi. Ondan nə tər olur o? Deyirəm. Tutaq ki, belə birdir. Tamam. Bilərəmsə görürəm. Siz ala səsi alın. Siz ala səsi alın. Necə belə bir sizə oxşadım buna, biləsiniz. Bunu tam yaxşı çəkə bilmədim. Yəni, belə bir şey olacaq. Mərkəz düşəcək bura, mərkəz xaricdə olacaq, kör bucaqlıda. Tutaq ki, bu alfa bucağı, Bildim müəllimə. daxildə mərkəz olanda, bayaq dedim iti bucaqlılarda, bəs düz bucaqlı, üç bucaqda da bu belə olacaq. Tam yaxşı çəkmirəm şəkli, amma siz təxmin eləyərsiniz də mən nə demək istəyirəm sizə. Bax, burada olacaq mərkəzi. Bu düz bucaqlıda hipotenuzun ortasında olur da, hipotenuza düşür. Bir hissəsi radius olur, digəri də radius 2R, elə diametrə bərabər olur hipotenuz. Ona görə bunu demişdik ki, L bərabərdir, S bölünsün 2. Yadınıza gəlir belə bir düstur. Xaricə çevrə düz bucaqlı üç bucaqda, onda radius deyəcəyi hipotenuzun yarısına bərabərdir. Və bu qayda buradan gəlirdi, çıxırdı. Tənbələn haqqında danışaq biraz uşaqlar. Silirəm bunu. Tənbələn haqqında danışaq, yazaq. Tənbələn. Dərsi yazılmır. Tutaq ki, belə bir şəkil verib bizə. Şəkildə deyir ki, bu tərəf A tərəfidir, B tərəfidir və tənbələn çəkilib oturacağa doğru. Bucağı yarıya bölür tənbələn. Tənbələni biz L ilə işarə eləsək, bu hissələri olacaq N, M. İndi bu düstur hardan gələr? Necə bir düstur alarıq? Deyərik ki, tərəflərin nisbəti uyğun hissələrin nisbətinə bərabər olacaq. Yəni, A-nı B-yə bölürəmsə, onda A-nın qarşısına duran bu hissə ki var, N hissəsi, N-i də M-ə böləcəm. L-in tənbələrin özünü tapanda isə L kvadratı
Yeni B yazdım. L kvadratı bərabərdir. A vurulsun B çıxılsın, N vurulsun N-ə. Yenə də tərəflərin hasili çıxılsın uyğun hissələrin hasilləri. Və bu tənböləni çəkəndə bizə 2 dənə üçbucaq yaradır da, düzdür? Bu üçbucağın sahəsini S1 ilə işarə eləyərəm. Bunu S2 ilə işarə eləsəm, nə olacaq? Yenə də eyni qayda. A bölü B yazmırdıq. Yazacağıq. S1 bölünsün S2 bərabərdir N bölünsün M-ə. Tez eləyim biraz. Məncə elə silsəm yaxşıdır. Skrin eləyin, silim qoy. Maraqlı hissələr hələ buradan sonra başlayır. Bəlkə 2 hissəyə ayırdım elə dərsi. Çünki çox uzun dərsdir. Üçbucaq dəryadır. Daxili bucaqların tənböləni kəsişsə, yazın. Daxili bucaqların tənböləni kəsişsə, onda tutaq ki, belə bir üçbucaq verib, yenə alfa bucağıdır. Bu bucaqların tənbölənləri çəkilir, məsələn, buradan kəsişdi və burada beta bucağını yaratdı. Biraz səliqəsiz çəkdim. Biz bilərik ki, beta, belə şəkillər çox verilir. Deyir ki, beta bucağını tap. Beta bucağı olacaq 90, üzərinə gəl alfa bölünsün 2. Xarici bucaqların tənböləni kəsişəndə nə olacaq bəs? Xarici bucaqların tənböləni kəsişsə, beta olacaq 90 çıxılsın alfa bölünsün 2. Bu şəkil hardan gəlir? Belə bir şəkil götürək. Təxmini belə bir şəkildir. Bunu buradan uzadırıq. Bunu da buradan uzadırıq. Və bunların xarici bucaqlarının tənbölənidir. Bu olacaq beta. Bu olacaq alfa. Deməli, bu üçbucaqdır uşaqlar. Baxın. Bu üçbucaqdır. Bizim dediyimiz bu üçbucağımızdır. Üçbucağın xarici bucaqlarını uzatmışam. Bax, uzatmışam. Və tənbölənlərini gətirmişəm burada. Tənbölən bu hissədə kəsişdi. Və beta bucağını əmələ gətirdi. Onda beta olacaq 90 çıxılsın alfa minus 2. Alfa bölü 2 daha doğrusu. Silirəm uşaqlar. Tez eləyin, skrin eləyin. Bucağın tənböləni yazın. Bucağın tənböləni üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə çəkilmiş perpendikulyarlara bərabərdir. Belə yazaq, perpendikulyarlara bərabərdir. Yəni, nə demək istəyir? Gedin minəyətə. 5 dəqiqə. Küçəyə çıxmayın. Aha. Bu zaman deyəcək A bərabərdir B-yə. Şəkil belə bir şəkildir uşaqlar. Qarşınıza çıxa bilər. Bu zaman deyəcəksiniz ki, perpendikulyarlar bərabərdir.
Bucağın tənbələni üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə çəkilmiş perpendikulyarlar bərabərdir. Deyirsiniz müəllim, bu da hardan gəldi? İndi Amin maraqlıdır. Amin deyəcək, bu da hardan gəldi? Hə, Amin. Bəli, müəllimə. Biz bunu çevrə ilə əlaqələndiririk. Bu düstur deyəsən şeydə var, bu şəkil həndəsə əsaslanmışlarında. Deyəsən var, hə. Bax, bu çevrə ilə əlaqələndirəndə bunu bilirik, hardan gəlir bu. Tutaq ki, bu tənbələn çəkilir. Gəlir, düşür çevrənin mərkəzinə. Sonra toxunanlar çəkilir. Və çevrənin mərkəzinə düşdüyünə görə məlum məsələdir ki, mərkəzə düşən bir şey nə olar? Elə B ilə A ilə radius. Deməli, bu radiusə bərabər olur deyəndə A ilə B də bərabər olar da. Bəli. Bilin hardan gəlir. Deyirəm, deməyin bunları, vaxt getməsin. Bəli, başa düşdüm. Vaxt getməsin, amma Silirəm uşaqlar. Üçbucaqda xarici tənbələnlər bəs nədir? Bax, maraqlı düsturlar buradan başlayır. Üçbucaqda xarici tənbələnlər. Belə bir şey eşitmisiniz? Üçbucaqda xarici tənbələnlər. Çəkək şəkli, sonra da düsturu yazaq. Şəkil biraz qarışıq şəkildir. Ekranı görürsünüz. Bəli, müəllimə. Yəni, tez-tez deyirəm ki, bilin. Birdən görməzsiniz, mən danışaram burada özüm üçün. Tutaq ki, bunu qırmızı ilə götürək yazaq. Belə bir şəkil çəkək də sizlə. Bu tənbələndir. Nəyin tənbələndir? Deyəcəksiniz, xarici bucaq tənbələnidir. Mən buna LX kimi işarə eləyirəm. A götürək, C götürək, B-ni yazdıq. Bir dənə burada N ataq. Vəssalam. Bura N-dirsə. Deməli, biz normalda tənbələn xassəsinə dedik, tərəflərin nisbətləri uyğun hissələrin nisbətinə bərabərdir, düzdür? Onda biz yazacağıq belə. N bölünsün, yəni bu N bölünsün ümumi bu hissəyə. Yəni, nə olacaq ümumi hissəsi? N plus C olacaq da, düzdür? Bərabər olacaq B bölünsün A-ya. B bölünsün A-ya. Bu qaydanı əzbər yadda saxlayın. Bu mütləq sizə lazımdır bunlar. Və tənbələnin özünün düsturu olacaq L kvadratı bərabərdir. N vurulsun N plus C. Elə eyni şeydir də, bayaqki qayda. B vurulsun C. Silin bunu. Bəli, silin müəllimə. Şəklini çəkin, vaxtımız getməsin, köçürməyizə bir də. Sonra nə qaldı demədiyim. Bax. Burada belə bir qayda var ki, bir daxili bucaqla bir xarici bucaq tənbələni kəsişəndə, bir daxili bucağın tənbələni ilə bir xarici bucağın tənbələni kəsişəndə. Bunda nə edirdik? Bax, belə bir düstur yazaq. Şəkil çəkək əvvəlcə, şəkil sizə bu çaşdırmasın, düstur sizi. Bax ki, bu belə bir şəkildir.
Bu bunun xarici bucağıdır. Baba, bu hissə bunun xarici bucağıdır. Bu hissə də bunun daxili bucağıdır. Düzdür, 3 bucağın. Mən bura alfa atsam və daxili bucağın tənbələrini çəkirəm. Baxın diqqətlə. Çəkdim. Daxili bucağın tənbələrini çəkdim. Bir də xarici bucağın tənbələrini çəkdim. Düzdür? Artıq bu iki tənbələn kəsişəndə burada belə bir bucaq yaradır. Bu bucaq olacaq 2 alfa. Yadda saxlayın bunu. 2 alfa. Nədə qaldı? Bəli, müəllimə. Daha bu sözlə demirəm. Dedik ki, daxili bucaq tənbələni, xarici bucaq tənbələni kəsişəndə yaratdığı bucaq nədir? Deyəcəksiniz ki, alfa vurulsun 2-dir. Yəni, təpə bucağının 2 mislidir. Uşaqlar, mən istəyirəm burada tamamlayım. Mediandan sonra danışım növbəti dərsdə. Bəli, müəllimə. Çətin düsturlar bundan sonraya qalıb əslində. Bunları əzbərləyərsiniz. Bunları soruşaram sizdən hökmən. Eşitdiniz? Axşama istəyirəm. Yox. Axşama istəyirəm. Axşam saat. Axşam saat Axşam saat 8-də. Axşam saat 8-də bəlkə dərs yapdıq. Həll olar. Sual cavab eləyərəm. Bu keçdiyim qaydalar. Bu keçdiyim qaydalar. Sonra mediandan sonraki kutular deyək. Necə eşitdin? Necə? Stuart teoremi var. Thales teoremi var. Bunları hamısını deməliyəm sizə. Ən maraqlı Cheva teoremi var. Bunları yəqin ki bilmirsiniz siz. Viviani teoremi. Bunları bilməliyik. Çünki elə sual olur ki, deyirsiniz ki, başqa bir şey vermir, bir tərəfi verir, başqa bir şey vermir. Bunu necə tapın? Həmin o qaydalarla bu məsələləri həll etmək. Belə uşaqlar, Sağ olun. Oldu, sağ ol müəllimə. Sağ olun.